Salam, hər vaxtınız xeyir olsun. Əziz YouTube kanalı izləyicilərim, xoş gördük hər birinizi. Bugün mən sizin üçün tam da mövsümü olan bir yeməyi paylaşmaq istəyirəm. Çox yüngül, sadə və rahat başa gələn bir yeməkdir. Həm də çox ləzzətlidir. Bunun üçün bizə lazımdır kartof, badımcan, biber, soğan, pomidor, sarımsaq və toyuq əti. Mən badımcanı doğrayıb duzlu suda ısladıram. Üzərinə bir yemək qaşığı dolu duz əlavə elədim və suda biraz gözlədirəm. Biberi, pomidoru, soğanı videoda göstərdiyim kimi doğrayırıq. Toyuğu əvvəlcədən duzlayıb soxlamışam ki, biraz duzu canına çəksin, daha dadlı tamlı olsun. Gördüyünüz formada doğrayırıq hər birini. Yəqin ki, çoxlarınız hazırlayırsınız. Amma mən yeni öyrənməyə başlayanlar üçün paylaşmaq istədim ki, onlar da baxıb hazırlasınlar. Fikir olsun, həm də axşama nə pişirim deyə fikirləşirsiniz. Çox yüngül yeməkdir, fikir olsun. Kartofu qızğın yağda qızardırıq. Və üzərinə biraz duz, sarı kök əlavə edirəm. Və yaxşıca qızardırıq. Kartofdan sonra eyni yağda badımcanları qızardıram. Və bildiyim kimi mən hər laya göy-göyərti doğramışam. Keşniş, şüyüd, ən çox da ləzzət verən reyhandır və sarımsaq. Hər qatar bu qarışımı əlavə edirəm. Sarımsaq, göy-göyərti qarışımını əlavə edirəm. İyisi, tamı çox gözəl olur beləcəndə. Və toyuqları qızartmağa başladım. Ərzaqlara əllərinizin sayına görə azaldıb çoxalda bilərsiniz. Mən evdə nə qədər yeyilir, o qədər pişirdim. Siz özünüzə yoğun pişirə bilərsiniz. Və yenə də üzərinə göyərti və sarımsaq qarışımını əlavə edirəm. İndi isə soğanlı və biberləri qovururam. Yaxşıca eyni yağda bəsləyirəm. Toyuqların üstünə və pomidoru qızardırıq. Tuzlamışam pomidoru. Və artıq demək olar ki, yeməyimiz hazırdır. Pomidor da düzürük yeməyin üstündən və qapağını bağlayırıq. Çox dadlı, ləzzətli, yüngül yeməkdir. Mütləq hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Sağ olun, salamat qalın.